السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Ey teşne labin, dildarı dilberi Rugayye, Zeynep bibinin həmdəmi qəmxarı Rugayye. İsmin çəkilən anda sənin titrər ürəklər, ah nalə edər yerdə bəşər, göydə mələklər. Sınmazmı sənə qalxan o əllər, o biləklər, Allah götürərmi elə rəftarı Rugayye? Ey teşnə ləbin dilbəri dildarı Rugayye. Rəhm etmədilər gözdən axan yaşına bir an, göy göyərən, qamçı dəyən qollara qurban. Sən çəkdiyin ağrı acıya dözməz hər insan, Aşuranın az yaşlı fədakarı Rugayye. Ey teşnə ləbin dilbəri dildarı Rugayye. Ey Həzrət-i Zəhra gülü çəkdin nə müsibət, Qəm şahısan ismin tutulur qəmlərə nisbət. Sən şahi şəhidan qızı şəhzadəsən əlbət, Yox sən kimi şəhzadənin oxşarı Rugayye. Ey teşnə ləbin dilbəri dildarı Rugayye. Bugün istəyirik təvəssül eləyək 3 yaşlı bu Babul Həvaicə, hacətlər qapısıdır Həzrəti Rugayye. İmam Zeynəl Abidin əleyhissalamdan soruşurlar ki, bu Kərbəla vaqiəsində, Kərbəla hadisəsində sizə nə çətin gəldi? 3 dəfə buyurur ki, Əş-Şam, Əş-Şam, Əş-Şam. Kərbəla hadisəsində müxtəlif hadisələr baş verib. İmam Hüseyin əleyhissalamın o faciəvi şəkildə qətlə yetirilməsi, digər hadisələr. Amma Zeynəl Abidin buyurur Şam. Şamda nələr baş veribdi İmam Zeynəl Abidin o Kərbəla şahidi İmam Səccad əleyhissalam buyurur ki, Şam bizə çox müsibətli keçdi. Buyurur ki, bizi bir xarabiyə aparmışdılar. Peyğəmbər ailəsini, vəhy nazil olan bir ailəni xarici kimi təqdim edir və bir xarabiyə aparmışdılar. Ki, o Həzrət buyurur ki, gecələr soyuqdan qala bilmirdi, orada gündüzlər istidən, belə bir yerə bizi salmışdılar. Həmin o yerdə bir gün gecə yarı kiçik bir qızın ağlama səsləri o sükutu pozdu, o gecənin qaranlığında olan o sakitliyi pozdu bir qızın ağlamağı. Həmin o qız eləcə belə deyirdi ki, Əynə Əbiyyəl Hüseyn, atam Hüseyn hardadır? Elə indicə atamı yuxuda gördüm. Hardadır atam? Əynə Əbiyyəl Hüseyn, atam Hüseyn hardadır? Bu balaca durdana qızın səsinə bibiləri qalxır, başqa uşaqlar qalxır və hamısı bir yerdə başlayırlar ağlamağa. Bu ağlama, ah naləsi götürür ətrafı. Qeyd edirlər bunların ağlamaq səsi xəbis Yezidin də qulağına çatır. Bəzi məqtəllərdə var, hətta bunların o ağlamaq səsinə o xəbis Yezid oyanır və soruşur ki, nə olub, nə səs duydu burada? Gedirlər ətrafındakılar, maraqlanırlar, gəlib deyirlər ki, bir qızdır, atasını bəhanə edir, atasını istəyir. Bu xəbis Yezid əmr edir ki, İmam Hüseyin əleyhissalamın başını bir qaba qoysunlar, aparsınlar,
bu dürdanə qızın yanına. Üstünə də bir şey çəkib apardılar o qızın yanına. Bu qabın üzərini o dəsmalla ki bağlayıblar, qırağa çəkir, görür ki bir başdır. Soruşur bu balaca qız, soruşur ki bu kimin başıdır? Kimin başıdır gətiriblər? Ətrafındakılar deyir ki, fəqalu ləhə rə'su əbik. Ətrafındakılar o qıza Həzrəti Rüqəyyə deyirlər ki, bu atanın başıdır. Balaca əllərinlə aparır o başı, götürür, qaldırır və ehtiyatlıdır ki, bu baş yerə düşməsin. Və deyir, ya əbətə mənzəlləzi xavvəbəkə bidimaik. Ey ata, səni kim qanına qəltan eləyib? Kim sənin boynunun damarını kəsib? Alə lənətullahi aləl qavmin zalimin və səyələmullədinə zələmu əyyəmun qəlibin yənqəlibun.